Hamınızı salamlayıram. Söz verdiyim kimi bugün maşın tortunu hazırlamaq qərarına gəldim axır ki. Ancaq onu deyim ki, maşın hazırlamaq üçün bir çox üsullar var. Hətta həddindən artıq çox üsullar var. Fikirləşdim ki, sizə ən asandını göstərim. Görək alınsa inşallah alınır. Demək, burada 5 yumurtadan biskvit pişirmişəm. İçini arasını artıq kremləmişəm. 3 yerə bölüb kremləmişəm. Kremi də bundan öncəki videoda göstərdim, nətər hazırlayırlar. Demək, tortumuzu yığmışam. İndi başlayıram maşın görünüşünü verməyə. Bunun üçün tortun 2 qırağından belə kəsəcəyik. 2 qırağından. Eyni bərabərlikdə çalışaq. Tortun yekə olmasını istəyirsinizsə, onda yekə biskvit pişirmək lazımdır. Daha çox ərzaqlar işlətmək lazımdır. Məndə səhv salmıramsa 26-dır diametri. Baxın, bu hissəsini kəsdim. Eyni olsun deyən qoyuram bura. Və bu hissəsini də eyni bərabərdə, eyni ölçüdə kəsirəm. Demək, burasını kremləyirik, üstünü. Dediyim kimi, ən sadə üsulu göstərirəm. Yəni, kvadrat biskvitdə pişirmək olar, 4 bucaqlı, yəni. Ondan hazırlamaq olar, kruqdan da hazırlamaq olar. Kruq ən asandıdır, yəni ki, düşünürəm ki, kruq hamının evində var, forma. Baxın, belə kremləyəndən sonra bu kəsdiyim ki hissə var. Onu qoyuram bura. Arxaya daha yaxın olsun. Yəni, nə mənada fikrimdə tutmuşam ki, bura maşının qabağıdır, bura maşının arxasıdır. İndi aralarını kremləyim. Yəni, bu hissəni ki, bir-birinə yapışsınlar. Üstünü formasını saxlayan kremlə bəzəmək lazımdır. İndi bu hissəni ki kəsmişik. Bunu bitişdiririk bura. İndi görürsünüz, bura artıqdır, 1 santimdir. Bura bir şey yoxdur. Demək ki, bu kəsdiyimiz hissəni tən ortaya qoymaq lazımdır. Yəni, biraz tərpədirik. Baxın, belə. Ortadır mı? Demək, bu maşınımızın arxa hissəsidir. Baxın, bura. Yəni, buranı tərpətmirik. Bu qabaq hissəni görünürmü? Bilmirəm, niyə qara görünür. Əslində qara deyil, tünd deyil, açıq rəngdədir. Qabaq hissəni kəsəcəyik biraz. Baxın, belə. Baxın, belə. Bax, bu hissəni götürürük. Demək, bu maşınımızın qabağını biraz kəsdik. İndi bu hissələri kəsəcəm. Biraz yumru kimi olsun. Çox yox, biraz. Baxın, belə. Mümkünü varsa, akuratla kəsin. Mümkünü varsa, kəsdiyimiz bu hissəni maşının qabağından buradan qoyuruq. Amma bu çox hündür oldu. Bir dənə biskvit də bəs eləyər. Yəni, belə. Bilmirəm, görünür oradan yoxsa yox. Belə. İndi bu hissədən də eynən elə kəsəcəyik. Baxın, artıq maşınımız hazırdır. Azmaz maşını da oxşuyur. Vəssalam, küt tamam. Yəni, burada elə bir çətin bir şey yoxdur. İndi krem şanti hazırlayacağım bunu bəzəmək üçün. Nə rəng olduğuna siz qərar verərsiniz. İstəsəniz makvin eləyə bilərsiniz. Qırmızı rəngdə, göz, ağız, ağ rəngdə. İstəsəniz, lübo istədiyiniz bir rəngi eləyə bilərsiniz. Bəlkə mən qalıboy rəng elədim. Qoy Ruslan baxsın, sevinsin.
Demək, tortumuzun pəncərələrini eləmək üçün krem şanti hazırladım və bu nasatka ilə adi nasatkadır. İndi deməli şüşə yerlərini ağ eləyəcəm. Yəni belə. Mən evdə çay içmək üçün eləyirəm, yəni zakaz zad deyil. Ona görə ola bilər ki, biraz səliqəsiz eləyirəm. Siz amma səliqəli eləyərsiniz. Baxın, belə oldu. Yerdə qalan hissəni ürəyin istədiyi renkdə eləyə bilərsiniz. Ancaq ulduzlu nasatka ilə bütün hər yeri dolduracağım. Baxın, belə ulduz nasatkası ilə bezəyəcəm. Baxın, artıq maşınımız hazırdır. Onu da deyim ki, o qədər istidir ki, krem əriməyə başladı. Mən də belə elədim. Bu vəziyyətdə alındı. Demək, təkər üçün belə peçenlər götürdüm. Oreo peçenləri. Və bunu qıraqlarından belə yapışdıracağım. İstədiyiniz yumru peçeniyə götürə bilərsiniz, şokoladlı. Bundan asan maşın hazırlamaq qaydasını bilmirəm, ən asandır budur. Baxın, belənçinə bəzədik. Bir səliqəsizliyi varsa üzrlü sayın. Yəni krem əriyirdi deyən tez-tez elədim. Üstümdən bir yük götürüldü. Boşluq qalmağı sevmirəm. Bu da bizim bugünkü tortumuz. Bizimlə qalın, hələlik.